istəyirəm. Mən Gənclərin Tənhaları Dair İctimai Birliyinin sədri Seydov Xoşbəxt. İlk öncə qonaqlarımızı salamlayıram və eyni zamanda gözəl xanımlarımızı, qızlarımızı salamlayıram. Bugünkü tədbirimizə xoş gəlmişsiniz. Və bugünkü tədbirimizi açıq elan edirəm. İlk öncə mən Gənclərin Tənhaları Dair İctimai Birliyi haqqında qısa məlumat vermək istəyərdim sizə. Gənclərin Tənhaları Dair İctimai Birliyi 2001-ci ildən təsis olunub və təsis olduğu gündən də mən sədr kimi fəaliyyət göstərdim. Bizim məqsədimiz gənclərin sosial problemlərin həllində onlara dəstək olmaq, bədii təxəyyüllərinin inkişafında, eyni zamanda da onların hüquqi problemləri olanda, məşğulluq problemlərini həll etməkdə biz onlara köməklik edirik. Bizim məqsədimiz gənclərimizin cəmiyyətə inteqrasiya etməsində onlara dəstək olmaqdır. Gənclərimiz bizim sayəmizdə, bizim təşkilata üzv olan gənclərimiz bir çox xarici dövlətlərdə təhsil alır. Eyni zamanda onların məşğulluq probleminin həllində biz onlara yaxından köməklik göstəririk. Bir çox layihələr həyata keçirmişik. Bilik gücümüzdür, bizim dünyamız, milli mənəvi dəyərlərimiz və saydıqca qutarmayan bizim layihələrimiz vardır ki, bu layihələrdə biz sağlamlıq imkanı məhdud gənclərimiz var, xüsusi istedadlı gənclərimiz var ki, onlar haqqında biz kitab çıxartmışıq. Onların işləri, yazıları, şiirləri, ondan başqa, rəsm məsələləri ilə məşğullaşan bizim gənclərimiz var ki, xaricdə də onların sərgilərini təşkil etməkdə onlara dəstək olmuşuq, köməklik göstərmişik. Bundan başqa bizim milli mənəvi dəyərlərimiz, tariximiz, bununla əlaqədar biz İkinci Vətən müharibəsində biz haqq səsimizi dünyaya çatdırdıq. İkinci Vətən müharibəsi dövründə biz Gürcüstan, Rusiya, Avropa ölkələri, Türkiyə, gənclərlə, Türkiyədə olan gənclərlə biz əlaqə saxladıq, konferanslar təşkil elədik, sərgilər təşkil elədik, haqq səsimizi dünyaya çatdırdıq. Yəni bizim belə gənclərimiz var, ürəkləri vətən eşqi ilə döyünən gənclərimiz. Bundan başqa bizim çox şəhidlərimiz var, çox belə, o ailələrdə olmuşuq, o qədər bacarıqlı, o qədər istedadlı gənclərimiz vardı ki, vətən torbağı uğrunda son damla qanınla axıtdı, şəhid oldu. Allah onlara rəhmət eləsin. Və eyni zamanda biz qazilərlə, şəhid ailələrlə görüşlər keçirdik. Nə lazımdır onlara maddi, mənəvi dəstək göstərdik. Eyni zamanda bizim Gənclərin Tənhaları Dair İctimai Birliyi gənclərlə, bizimlə əlaqə saxlayan gənclərlə əlaqə saxlayır, onlara hüquqi, psixoloji dəstək göstərir. Təhsil almaq istəyən gənclərimizə biz dəstək oluruq. İş problemi olan gənclərimizə işlə əlaqədar məşğulluq probleminin həllində biz məşğulluq idarələrlə çalışırıq, hər zaman onlarla əlaqəli çalışırıq. Onların məşğulluq problemini həll edirik. İndi bugünkü tədbirimiz isə qeyri-hökumət təşkilatlarına Dövlət Dəstək Agentliyinin maliyyə yardımı ilə Gənclərin Tənhaları Dair İctimai Birliyinin həyata keçirdiyi tənha şəxslərlə iş layihəsinə start verib. Bugün biz yardımlı rayonundayıq və çalışırıq ki, bizim gənc xanımlar, qadınlar, qızlarımız cəmiyyətə inteqrasiya olsun, sosiallaşsınlar, inkişaf edilsinlər, xüsusi peşələrlə məşğul olsunlar. Çünki bizim qızlarımız gələcəyin analarıdır. Qəhrəman igidlər kimlər yetişdirir? Analarımız. Düzdür, şəhidlərimizi kimlər yetişdirir? Bizim müqəddəs analarımız. Millət vəkilləri, alimləri, müəllimləri kimlər yetişdirir? Analar. Analar savadlı olmalıdır, inkişafda olmalıdır, daim özlərini təkmilləşdirməlidirlər. Biz bir çox rayonlarda belə layihələr həyata keçirmişik. Bu layihələr bir çox qadının həyatında dönüş nöqtəsi olubdur. Bu tədbirlərdən, seminarlardan sonra onlar qarşılarına məqsəd qoyurlar. Mən ixtisasımı dəyişəcəm. Mən indi müəllimliklə məşğul oluram, amma mənim həyatda qarşıma qoyduğum məqsəd ünlü, məşhur bir dərzi olmaqdır, məşhurlaşmaqdır. Mənim məqsədim aşpaz olmaqdır. Məsələn, mən istəyirəm yaxşı bir aşpaz olum. Ailəmə bir qatqım olsun. Məsələn, biz keçənlərdə, Şamaxı rayonunda, Masallı rayonunda, İsmaili rayonunda belə tədbirlər keçirmişik. Bir çox tədbirlər keçirmişik ki, həmin qadınlar bizlə əlaqə saxlayırlar, həmin qızlar bizlə əlaqə saxlayırlar. Bəli, sizin tədbirlərdən sonra mən şirniyyatçı idim. Kiçik bir
ailə şirkətim vardı. Amma sizin tədbirdən sonra getdim, məşğulluğa müraciət elədim. Mən xüsusi cihazlar aldım və özümün seximi yaratdım. Özümə işə götürən oldum, işçi götürdüm. İşçi, özümün sexim oldu, işçi götürdüm, özümə sahibkarlıqla məşğul. Siz deyirsiniz, tutaq ki, mənim rəfiqəm gedib ali təhsil alır. Mənim rəfiqəm dərzilik edir. O pul qazanır, o bilik sahibidir. Mən niyə olmayım? Bax, belə şeylərdə mütləq düşünmək lazımdır. Mən necə eləyə bilərəm ki, mən daha qabağa gedim. İndi bizim təlimçimiz də var, mən sizə təqdim edəcəm. İlk öncə, amma mən Sakit müəllimə öz ürək sözlərini demək üçün söz verəcəm. Amma ondan sonra da biz çox belə beynəlxalq dərəcəli bizim təlimçimiz var. Həm İtaliyada, həm Fransada, həm Çində gedib təhsil alıb. Klinik kurslarda olub. Yəni, karyeranı necə inkişaf etdirmək olar, necə yüksəlmək olar, necə sahibkarlıqla məşğul olmaq olar. O sizə onun incə detallarını izah eləyəcək, deyəcək. Çox xahiş edirəm, siz öz suallarınızı, öz ürək sözlərinizi bizə deyəsiniz. Bizlə əlaqələr qurasınız. Bizim özümüzün Instagram, Facebook səhifələrimiz var. Əlaqə saxlayın. Nə lazımdır, necə lazımdır sizə dəstək olmaya həmişə hazır. Təşəkkür edirəm burada gəlib iştirak edədiyiniz. Mən də hər birinizi salamlayıram. Hər birinizə gələcək karyerada uğurlar arzulayıram. Sizə də xoş gəlmişəm deyirəm. Yəni icra hakimiyyəti olaraq çox xoşdur, yəni ictimai birlikləri. Hər bildiyimiz kimi demokratik hüquqi dövlət. Demokratik hüquqi dövlətin əsas atributları, qeyri-şöhrət təşkilatlarının yaradılması, fəaliyyəti, hərəsi öz sahəsində maarifləndirə işlər aparılması bizim dövlətimizin demokratik hüququ olan bir dərsudur. Müşbət xanımla qeyd elədik, gənclərin təmkinlərə dair ictimai birliyidir, yəni onlar bizə müraciət etmişdilər və bizdə çox xoş oldu ki, yəni tədbir keçib. Müşbət xanım, bizim rayon bayaq dedik, balaca rayondur. Yəni, əvvəlki dövrlərdə bizdə qızların təhsilə elə maraqları yoxdur. Amma şükürlər olsun ki, son illər oğlanlarımız keçir. Qızlarımız əsasən yüksək ballarla Azərbaycanın müxtəlif universitetlərində təhsil alırlar. Yəni, bu üçün çox xoş. Elə olurdu ki, valideynlər qızların məktəbə qoyulur. Amma indi elə bir şey yox. İndi qızlarımız oxuyurlar, təhsil alırlar. Yəni, rayonumuzun adını, respublikamızın adını hər yerdə orada tuturlar. Yəni, bu elə-belə başa gəlmir. Bu, sizin kimi qeyri-hökumət təşkilatlarının, dövlətin apardığı siyasətin nəticəsidir. Burada Xoşbəxt xanım qeyd elədi ki, bizim məqsədimiz odur ki, sosiallaşasınız, sərbəst olasınız, gələcək planlarınızı qurasınız, yəni ayaq üstə durasınız. Bizim əsas məqsədimiz odur. Mən bir daha bu işdə sizə uğurlar arzulayıram və bu işlərin mütəmadi, heç olsa elə keçilməsini sizdən xahiş edirəm. Yəni, bunların bizim şagirdlərində çox xeyri var. Bizim gənclərimizə daha doğrusu çox xeyri var və ümid edirəm ki, yəni bu ənənə davam edəcək və qızlarımız bundan sonra öz ayaq üstə durmaları, öz ailələrinə kömək eləmələri, yardım eləmək yolunda öz işlərini quracaqlar. Yəni, sosiallaşacaqlar və millətimiz üçün, xalqımız üçün lazım olan işləri görəcək. Mən bu işdə bir daha hamıza yine uğurlar arzulayıram. Sizə də çox sağ olun, xoş gəldiniz. Təşəkkür edirəm. Bizim gənclərimiz indi görürsünüz, çox böyük uğurlar əldə edəcək. Ailə cəmiyyətin özəlidir. Dövlət də hər zaman o ailənin qarşısına qalır da. Harada olaq, xaricdə olaq. Mən onun özünü müşahidə eləmişəm ki, xaricdə olan vətəndaşlarımızı dövlətimiz necə himayəsi altında saxlayır, onları necə qoruyur. Bizim dövlətimiz çox unikal bir dövlətdir. Bilirsiniz, hər bir vətəndaşın qarşısına qalır. İndi isə biz sözü verək bizim Anar müəllimə, Anar Həsənov, yenə də qeyd elədiyim kimi, beynəlxalq dərəcəli təlimçi, xarici dövlətlərdə təhsil alır. Fransada, İtaliyada, Çin dövlətində girib, yəni bu sahə üzrə professionaldır. Sizə necə ixtisas seçmək haqqında sizə təlim keçəcək. Yəni gələcəkdə öz işinizi necə qurasınız, necə ixtisas seçəsiniz və sahibkarlıqla
məşğul olmaq istəyirsinizsə, necə eləyə bilərsiniz? Bu işlə necə məşğul ola bilərsiniz? O haqqında məlumat verəcək. Alqışlayaq, Alqışlayaq, Sahibkarlıq fəaliyyəti ən əsas sizdən başlayır. Yəni siz hamınız unikalsınız. Burada oturan hər bir gənc unikalı, hər kəsin öz istedadı var. Siz deyə bilərsiniz ki, okey, mən sahibkarlıq fəaliyyətini eşitmişəm ya sahibkarlığı eşitmişəm. Mən nədən başlamalıyam? Yəni birinci addım nədir? Birinci addım ən əsasən sizin, yəni sevdiyiniz bir şey ola bilər. Yəni tutalım ki, siz nəyi sevirsiniz? Əsgərlik Aygül daha çox rəsmlə məşğul olmaq vaxtımı sərf edirəm və musiqiləri dinləmək, musiqi yazmaqla məşğul olmaq. Ben tercüme etmek istedim. Hobilerim daha çok musiki dinlemek, kitap okumak ve öz bacarlarımı elde etmekte daha çok görmek istedim. Əmirli mərkəzi gələcəkdə müəllim. İnovasiya o deməkdir ki, nəysə var və siz onu cüzi dəyişik edirsiniz. Tutalım ki, dikişlə məşğul olan insanlar üçün maşınkalar lazımdır. Bunları bilirəm. Mən məktəbinə getmişəm, mən kollec oxumuşam, amma nədən başlayayım? Yəni, həmişə bu birinci addım var. Yəni, bu birinci addımın qorxusu var ki, mən nədən başlamalıyam? Axı, mənim rayonumda, mənim küçəmdə 5 dənə dərzi var, 10 dənə dərzi var. Mən necə seçilim? Və hər insanın ağlında olan belə deyək də o ki, yəni bu Rusların da sözü olduğu gibi hər şeyi ideallaşdırmaq. Yəni mən nəyisə yenidən yaratmalıyam. Yəni bu qoftanın yenisini necə yaratmaq olar? Yəni siz düşünə bilərsiniz, deyə bilərsiniz ki, bunun qolunu qısaltmaq olar, ya bura stiker yapışdırmaq olar. Yəni cüzi dəyişdirmək və ya yeniləndirmək. Yəni hər şeyin cüzi dəyişikliyi yeni mal yaradır. Yəni mən demirəm ki, siz götürüb hansısa malı duplikatlaşdırasınız ya oğurlayasınız. Yox, təkmilləşdirəsiniz. Öz, belə deyək də, istedadınızı, biliklərinizi istifadə edərək yeni bir şey yaratırsınız. Biz elə bu sahədə bizim professional, bizim məşğulluq idarəsində çalışan mütəxəssis Abdülkərim müəllimlə zəhmət olmasa özünüzü təqdim edin bu arada. İlk növbədə salam verim sizlə, yoldaşlarınız salam. Mən Əmək və Xüsusən Müdafiəsi Nazirliyi Dövlət Məşğulluq Agentliyi Lənkəran Aslılar Regional Məşğulluq Filialının yardım xidmət şöbəsi ilə məşğulsun. Böyük mütəxəssis Kərim Ağabəyənin müşahid oldu. Abdülkərim müəllim, məsələn, tutaq ki, Yardımlı rayonu sakiniyəm mən və mən istəyirəm ki, işimi böyüdüm. Bunun üçün nə etmək lazımdır? Sizə necə müraciət edək ki, bu işi sahibkarlıqla məşğul olaq və yaxud da mən, məsələn, aşpazam istəyirəm, aşpazlığın sahəsini böyüdəm və yaxud dərziyəm, bu sahəni böyütmək istəyirəm. Bu necə edəməyəm? Bu prosesi bizə haqqında məlumat veyə bilərsiniz? Aydın. Mən ilk öncə təşəkkür edirəm hər birinizə. Çox gözəl, önəmli bir mövzudur və bizim fəaliyyət istiqamətlərimizdə də peşə yönümüzdə bizim funksiyalarımızdan biridir. Və bunu mən özüm prioritet sayıram. Niyə görə? Çünki peşə yönümü bu məsləhəti biz hər ay keçirdik. Ən azından 2 dəfə, 3 dəfə vaxt məsələsi var. Yəni məktəblərdə, indidən yəni buraxılış sinif şagirdlərinin əsasən 9-10-11-ci sinif şagirdlər arasında məsləhətlər aparılır ki, indidən o peşələr haqqında, ixtisaslar haqqında məlumat verir, şagirdlərin fikirlərini öyrənir. Gənc qızlarımıza əsasən deyəcəm. Əmək bazarı haqqında, istəyir ölkəmizin əmək bazarı haqqında, istəyir rayonun əmək bazarı haqqında məlumatlar verir, geniş məlumatlar verir. Məşədən qıraqaçıqın bu çox önəmli məsələdir. Mən uşaqlara bir də deyir, biz bir neçə məktəbdə olmuşuq, yəni hər ildə oluruq. Bu çox önəmli bir məsələdir. Yəni dövlətimiz hər zaman gənclərimizin qarşısına qalır. Ona görə də bu məşğul proqramların həyata keçirilir. Hörmətli Prezidentimizin imzasından bu proqramlar həyata keçirir və görürsünüz, müəllim də qeyd elədiyi kimi belə proqramlar var. Siz hər zaman müraciət edə bilərsiniz. Öz ixtisasınıza, öz istədiyiniz, yəni ixtisas uyğun da məşğulluq layihələrinə qoşula bilərsiniz. Sahibkarlıqla məşğul ola bilərsiniz. Kurslara gedə bilərsiniz. Qeyd elədi ki, Kərim müəllim qeyd elədi ki, 200 manata yaxında təqaüd ala bilərsiniz. Həm oxuya bilərsiniz, həm təqaüd ala bilərsiniz. Məsələn, varım. Pişirmə. Bəli. Evlərdə pişirmə şəxsiyyət, evlərdə dükanlar. Bəli, çox gözəl. Məsələn, bir yerdə biz sef formasında
eləmək olar, cəlb edəsən onlar Özünə işləyir. məşğul Yoxsa bu dəqiqə evlərdə bir şey yox. Müəllim, özünə məşğul layihəsi belə bir layihədir ki, o fərdi sahibkar yetişdirir. Yəni, dövlət ilkin dəstək göstərir. Deyək ki, o işini qura bilsə, o avadanlıqlar veriləndən sonra işini qursa, gələcək. Və sahibkarlıqla məşğul ola bilərlər. Və bunun üçün də onlar daim sosiallaşmalıdırlar, məlumatlı olmalıdırlar. Həm biz vətəndaş cəmiyyəti olaraq, həm dövlət təşkilatları tərəfindən siz bilin ki, sizə hər zaman dəstək olacaq. Və bununla biz erkən nikahların da qarşısını ala bilərik. Bizim gənclərin tam olaraq dayanışma birliyi həyata keçirdiyi tənha şəxslərlə iş layihəsi demək olar ki, əsasən bundan ibarətdir. Qızlarımızın sosial inteqrasiyasına dəstək olur. Onların sahibkarlıqla, işgüzar bir sahədə çalışmalarına köməklik göstərir, daim dəstək olur. Həm dövlət tərəfindən, həm bir vətəndaş cəmiyyəti olaraq biz hər zaman sizin yanınızdayıq. Qurbanlı Banu. Bana təbrik edirəm, uğurların bol olsun. Təbrik edirəm, uğurların bol olsun. Nərcis. Nərzola Nərmiş. Uğurlarınız bol olsun. Əzizola Nərmiş. Bir çox zəhmət olmasa. Təbrik edirəm. Sağ olun. Zeynep. Musara. Təbrik edirik. Sonra Nəsrin, Mahmud bugünkü tədbirdən nə anladın sən? Yəni yeni bir şeylər əldə edə bildinmi? Bilik bacan əldə edə bildinmi? Məsələn nə? Məsələn. Gələcəkdə eyni zamanda əlavə gəlir mənbəyi də yaradacağını bunu anladım. Təbrik edirəm. Uğurlar sənə. Lamiyə. Lamiyə, təbrik edirik səni. Sən bugünkü seminarda nə anladın, nə düşünürsən? Bugünkü seminar sənə nə verdi? Məsələn. Gələcəkdə sahibcil olmaq. Təbrik edirik. Günay. Mustafalı. Günay, təbrik edirəm səni. Nərgiz xanım bizim ən fəal xanımlardan, qızlardan biridir. Mən elə hesab edirəm ki, bugünkü tədbirdən sonra sən işlərini daha genişləndirə bilirsən. İnşallah. Uğurlar sənə. Təbrik edirəm.